Salam, mən Çağrı kurslarının ingilis dili müəllimi Aida Həsənova. Bugünkü qrammatik mövzumuz bitmiş zaman formaları və bitib davam edici zaman formalarına həsr olunacaq. Gəlin əvvəla başlayaq bitmiş zaman formaları haqqında danışmağa. Birinci mövzumuz indiki bitmiş zaman forması. Gəlin baxaq, indiki bitmiş zaman forması ingiliscə necə adlanır? Adlanacaq present perfect, present perfect tense form. Present perfect tense form, yəni indiki bitmiş zaman formasıdır. Gəlin ənənəvi olaraq biz düsturla ilk əvvəl tanış olaq. Düstur necə olacaq? Düstur belə düzəlir. To have feilinin indiki zaman formaları have, has. Üstəgəl əsas feilin keçmiş zaman feili sifəti id ilə, yəni participle to ilə düzələcək. Yazırıq verb participle to. Participle to ilə düzələcək. Gəlin bir cümlə yazaq, o cümlə haqqında biraz danışaq. Deyirəm ki, I have done my homework. Mən ev tapşırığımı bitirmişəm. Gördünüz ki, cümlə necə düzəldi? Have qoydum. Çünki have-dən niyə istifadə edirəm? Çünki I ilə have işlənir indiki zamanda. Has işlənə bilməz. Has yalnız he, she və it şəxsləri ilə işlənir. Daha sonra participle to-dan istifadə etdim. Yəni əsas feilin keçmiş zaman feili sifəti to do feilində dandır. Aydın oldu? Do, did, done. Bu cür düzələcək. Mən ev tapşırığımı bitirmişəm. Etmişəm də belə deyək. Mən ev tapşırığımı etmişəm. Sual formasının düzəlməsinə nəzər salaq. Sual formasının düzəlməsi zamanı have cümlənin önünə keçir. Yəni mübtədadan əvvələ. Have I done my homework? Have I done my homework? Mən ev tapşırığımı etmişəm, sual verir. Daha sonra gəlin inkar formanın düzəldilməsinə baxaq. İnkar formanın düzəldilməsi üçün have və done'ın orta hissəsinə not inkar hissəciyini artırırıq. I have not done da yaza bilərik, belə uzun versiyada. Qısa versiyada haven't da yaza bilərik biz bunu. I haven't done my homework. My homework. I haven't done my homework. Yəni mən ev tapşırığımı etməmişəm. Bura aydın oldusa, yeni bir səhifə açaq. Gəlin danışaq indiki bitmiş zamanın işlənməsindən. Nə zaman işlənir, nə məqsəddən işlənir? İndiki davam edici zaman keçmişdə baş verib bitən və nəticəsi hazırda göz qabağında olan, sadəcə olaraq keçmişdə dəqiq tarix olaraq hansı zamanda bitməsi məlum olmayan zaman formasıdır. Yəni, az öncə yazdığım cümlədə deyirik ki, I have done my homework. Burada ev tapşırığımı etmişəm deyir. Okey, ev tapşırığını edib, bunun nəticəsi göz qarşısındadır ki, o hazırda hazırdır. Sadəcə olaraq burada artıq bizə zaman təqdim edilməyib. Məsələn, bu baxımdan indiki bitmiş zaman forması çox zaman keçmiş sadə zamanla səhv salınır. Gəlin cümləni bir daha yazaq və müqayisəli şəkildə onu müqayisə edək. I have done my homework. Mən ev tapşırığımı etdim. Və yaxud da indi belə yazaq. İkinci bir cümləni yazıram. Deyirəm ki, I did my homework yesterday. Baxın, birinci cümlə belə tərcümə olacaq. Mən ev tapşırığımı etmişəm. Ev tapşırığını edib, amma nə vaxt edib? Biz bilmirik bunu. Burada bir qeyri-müəyyənlik var. Zaman bizə təqdim edilməyib. Ancaq ikinci cümlədə I did my homework yesterday. Mən dünən ev tapşırığımı etdim. Deməli, indiki bitmiş zamanla keçmiş sadə zaman fərqləndirməyin əsas yolu. Yəni, onların arasında olan əsas fərq ondan ibarətdir ki, indiki bitmiş zamanda bizdə dəqiq zaman məlum olmur.
Amma keçmiş sadə zamanda dəqiq bir tarix var və keçmiş sadə zaman daha dəqiq olur. Gördünüz, deyir ki, dünən ev tapşırığımı etdim. I did my homework yesterday. Bura aydın oldu. Aydın olduğunu düşünürəm. İkinci. Deyirik ki, indiki bitmiş zaman, bitməmiş zaman ərzində bitmiş hərəkətləri göstərmək üçün istifadə olunur. Yəni, bu nə deməkdir? Gəlin, biraz bunu açıqlayaq. Bitməmiş zaman deyəndə, yəni, məsələn, deyirəm ki, I have done my homework this week. Mən bu həftə ev tapşırığımı etmişəm. Həftə bitməyib. Bu həftə deyirəmsə, məsələn, bugün həftənin neçənci gündür? Bugün, məsələn, deyirəm, bugün cümə axşamıdır. Cümə axşamıdırsa, deməli, hələ də bu həftə deyirəmsə, bu həftə ifadəsini işlədirəmsə, bu həftə hələ bitməyib, həftə hələ başa çatmayıb. Bazar gününə hələ 3 gün var. Bu həftə etmişəm deyəndə ola bilsin ki, cümə axşamından əvvəl. Bazar ertəsi ola bilər, çərşənbə axşamı, çərşənbə fərqi yoxdur. Bu günlərdən birində edib, amma bizə dəqiq tarixi görürsünüzsə yenə vermir. Demir ki, bazar ertəsi etmişəm, Monday, Tuesday, Wednesday bunların heç birinin adı çəkilmir. Deməli, həftə hələ bitməyib, amma etdiyim iş bitib. Gördünüzmü? Burada indiki bitmiş zamandan istifadə olunur. Bunun da aydın olduğunu düşünürəm və keçirəm növbəti məqama. Çünki indi bu haqda daha geniş danışdırım. Sadəcə olaraq zaman göstəricilərini sizlərin diqqətinə irəliləyən dəqiqələrdə çatdırmaq istəyirəm. Onda daha yaxşı başa düşəcəksiniz. Növbəti olaraq yazıram. Bura bitməmiş zaman ərzində yazaq. Bitmiş hərəkətlər. Bitməmiş zaman ərzində bitmiş hərəkətlər deyəndə bunu artıq izah etdim nə demək olduğunu. Daha sonra for since haqqında danışmaq istəyirəm. Elə for since indiki bitmiş zamanın əsas göstəriciləridir. Yaxşı, bəs nə deməkdir? For hərəkətin davam etmə müddətini bildirir. Since isə hərəkətin başlanğıc müddətini bildirir. Məsələn, cümlə daxilində yaza bilərik ki, belə deyək də, I have completed my assignment. Assignment da elə tapşırıq deməkdir. I have completed my assignment for 6 days. Mən tapşırığımı neçə gündür ki bitirmişəm? 6 gündür ki bitirmişəm. Gördünüzmü? Davam etmə müddəti var. Burada davam etmə müddəti göstərilib ki, 6 gündür ki bitirmişəm. Aydın oldu. Növbəti isə yazıram since. Since isə hərəkətin başlanğıcını bildirir. Yenə deyirəm, for duration'ı bildirir. Yəni, hərəkətin davam etmə müddəti. Since isə hərəkətin başlanğıcını bildirir. Deyə bilərəm ki, I have completed my assignment. Məsələn, since yazıram, daha sonra nə yaza bilərəm? Last day. Since last year. Mən keçən ildən bəri tapşırığı bitirmişəm. Yəni, keçən il bitirmişəm. Artıq keçən ildən bitib. Aydın oldu. Since last year yaza bilərəm. Since hər hansı bir il yaza bilərəm. Fərqi yoxdur. 2024 yaza bilərəm. 5 yaza bilərəm. Burada artıq nəyi bildirir? Hərəkətin hər hansısa bir başlanğıc müddətini bildirir. Yəni, mənim tapşırığımı bitirməyimin başlanğıc müddəti keçən ildəndir. Keçən il bitib, artıq keçən ildən sonra bu ildən etibarən, belə deyək, keçən ilin sonu bu ildən etibarən mən artıq nəyi bitirmişəm? Tapşırığımı bitirmişəm mənasında işlənir. Burada aydın oldu. Daha sonra keçək dördüncüyə. Dördüncü məqamı diqqətinizə çatdırım. How long və since when suallarının işləndiyi cümlədə fe'l, xəbər, indiki bitmiş zamanda belə deyək, istifadə olunur. How long nə deməkdir? Neçə müddət? Since when isə nə vaxtdan bəri suallarına cavab verir. Yəni, elə məsələn, bu cümləni sual formasında belə qura bilərəm də. Yəni, bu cümlənin sualını yaradaq. Hansı ki, sual verilsin və cümlənin o sualın cavabı bu cümlə olsun. Deyək ki, since when
Since when sual formasına keçirdək. Have you completed your assignment? Assign yazıram kısaca, uzun yazmıram. How long, daha doğrusu üzr istəyirəm. Since when nə vaxtdan bəri? Gördünüzmü? Since when'in işləndiyi, sualın işləndiyi cümlədə xəbər indiki bitmiş zamandan ifadə olunur. Since when have you completed your assignment? Bu sualı verir. Mən də cavab olaraq deyirəm ki, I have completed my assignment since last year. Aydın oldu əziz abituriyentlər. Aydın olduğunu düşünürəm. İstəsəz ekran görüntüsünü ala bilərsiniz. Mən biraz kənarda dayanım. Aha, indi gəlin yeni səhifə açaq və ən belə deyək, maraqlı məqamlardan birinə toxunmaq istəyirəm çünki. Since bağlayıcısının işləndiyi cümlə. Necə ki, bayaq, daha doğrusu keçmiş dərsimizdə keçmiş davam edici zaman haqqında danışanda mən orada while bağlayıcısı haqqında bir məqama toxunmuşam. While və when. Belə deyək, xatırlamaq istəyirsinizsə, onda kanala daxil olun və bundan əvvəlki mövzumuza nəzər salın. Başlıq continuous tense forms of the verb olacaq. Həmin o videoya daxil olmağınız məsləhət görülür. Əgər deməli cümlənin ortasında since işlənibsə, özündən sonra past simple, yəni keçmiş sadə zaman işlənməlidir. Özündən əvvəl isə present perfect, yəni indiki bitmiş zaman işlənəcək. Yəni, gəlin buna aid bir cümlə quraq. Since nə deməkdir? Dan-dən bəri mənalarını verirsiniz. İndi deyirəm ki, məsələn, present perfect, since və past simple. Deyək ki, I have, nə yaza bilərik burada? I have, elə yenə də yazaq. Completed. I have completed. Yenə bayaqki cümləni ilə yazmaq olar bura. My assignment. Bu cümlə tipi yenidir, ona görə gəlin biraz eyni cümləni təkrar edəyən yaxşısı. I have completed my assignment since last week. Aydın oldu. I have completed since işlənib cümlənin ortasında. Dan-dən bəri. Since-dən sonra burada biz feildən də istifadə etməliyik. Ona görə gəlin belə də dəyişmək olar bunu. Since my teacher arrived. Yaxşı, gəlin belə yazaq. Deməli, since işlətmişik cümlənin ortasında. Since-dən sonra düsturumuz nə deyir? Düsturumuz deyir ki, since-dən sonra bitmiş zaman işlənə bilmərik. Since-dən sonra keçmiş sadə zaman işlənir. Gördünüz, arrived keçmiş sadə zamandır. Since-dən əvvəl isə have completed nədir? Have completed indiki bitmiş zamandır. Düsturumuza uyğun şəkildə cümləni təşkil etdik. Burada yəni since-dən əvvəl keçmiş sadə zaman yazıb, since-dən sonra keçmiş indiki bitmiş zamanı yazmaq düzgün deyil. O halda cümlənin strukturu pozulardı. Yəni cümlə ümumiyyətlə qrammatik cəhətdən düzgün hesab olunmazdı. Bunu yadınızda saxlayın. Keçək indiki bitmiş zamanın zaman göstəricilərinə. Today, bugün. Yəni siz cümlədə, mən bunlara siqnal sözlər deyirəm abituriyentlərə başa salanda. Çünki siz bu cümlədə bu sözləri görəndə bilməlisiniz ki, onlar sizə bir növ siqnal ötürür ki, mən buradayam. Mən buradayamsa, deməli, burada işlənən feil, cümlənin xəbəri indiki bitmiş zamanda işlənməlidir. Today. This ilə olan ifadələr. This ola bilər məsələn week, month, this, month,
year. Yəni bu. Bayaq sizə cümlədə yazmışdım orada və sizə dedim ki, bitməmiş zaman ərzində bitmiş hərəkətlər. Məsələn, this week dedim də. This week bu həftə deməkdir. Bu həftə sözünün işləndiyi cümlədə burada artıq hər hansı bir məlumat verilir. Bu həftə filan şeyi etmişəm deyilir, amma dəqiq vaxt deyilmir. Yəni həftə bitməyib, amma həftənin bu gündən əvvəlki hansısa günündə filan şeyi etmişəm deyir. Deməli, burada nədir? Bitməmiş zaman ərzində bitmiş hərəkət ifadə olunur. Cümlənin əgər belə deyək, hər hansı bir sualınız yaranırsa, bu belə deyək, this ilə bağlı, this ifadəsi ilə bağlı, onda videonun irəlidəki əvvəlki dəqiqələrinə bir nəzər sala bilərsiniz. This week, this month, this year. Daha sonra already. Already artıq. Yazaq bugün. Already. Artıq. Just. Elə, məhz, indicə. Məhz. Evə, heç. Never, heç vaxt. Ever, heç. Burada aydın oxunur yəqin ki. Never, heç vaxt. Sonra for, since yenə də yazaq. For, since. For hərəkətin davam etmə müddətini bildirirdi. Qeyd etdiyim kimi since isə başlanğıc müddəti, başlanğıcı bildirir. Bəli, başlanğıc tarixini də belə deyək, onu bildirir. Today is already, just, ever, never, for, since. Once, bir dəfə. Twice, iki dəfə. Lately. Lately bu yaxınlarda. Bu günlərdə belə ola bilər. Bu yaxınlarda, bu günlərdə. Recently. Yenə də axır günlərdə, yenicə. Bu mənanı verir. Axır vaxtlarda, yenicə. Gördünüzmü? Bu nədir? İndiki bitmiş zamanın əsas zaman göstəriciləridir. Yenə deyirəm, əgər sizə cümlə verilib, cümlədə nöqtələr verilib və nöqtələrin yerində xəbər tələb edirsə müəyyən zamanda və orada siz əgər bu sözlərdən, bu zaman göstəricilərindən birini görürsünüzsə, bilməlisiniz ki, orada avtomatik olaraq feil, xəbər, indiki bitmiş zamanda işlənməlidir. Aydın oldu? İndiki bitmiş zaman bu qədər. Keçək, keçmiş bitmiş zaman haqqında danışaq. Keçmiş bitmiş zaman past perfectdir. Necə ki, indiki bitmişin düsturu have, has, plus participle to idi. Burada da have'in keçmiş zaman forması ilə düzələcək keçmiş bitmiş zaman. Had, üstəgəl, were, participle to. Aydın oldu. Məsələn, deyirəm ki, bayaq dedim I have done, indi deyirəm ki I had done. I had done my task. Tapşırığımı etdim. Aydın oldu, çalışmamı etdim, tapşırığımı etdim. I had done keçmiş, bitmiş zamandır. Burada sual formasına keçirdilmə zamanı yenə də ənənəvi olaraq had cümlənin qarşısına keçəcək. Daha sonra I şəxs əvəzliyi artırılacaq, yəni cümlənin mübtədası. Daha sonra cümlə necə var elədir köçürüləcək. Had I done my task? Gördünüz, had cümlənin əvvəlinə keçdi. İnkar forması necə düzələcək? Not inkar istəyəcəyini artırmaqla mən bir dəfəlik qısa yazıram. I hadn't done my task. Deməli, I had done my task nə oldu? Mən tapşırığımı etmişdim. I hadn't done my task, mən tapşırığımı etməmişdim. Baxın, deməli, indiki bitmiş zamanda mən nə dedim? Hadisə keçmişdə baş verib, nəticəsi göz qarşısındadır. Və onun keçmiş sadə zamanla fərqini də sizə izah etdim. İndi isə, gəlin, baxaq, keçmiş bitmiş zaman hansı məğzi ifadə edir, nə məqsədlə işlənir, niyə işlənir, bunlara nəzər salaq. Keçmiş davam edici zaman işlənməsində əsas qayda budur ki, keçmişdə iki hadisə baş verir. Sadəcə olaraq,
baş verən hadisənin biri digərindən əvvəl baş vermiş olur. Yenə deyirəm, iki hadisə biri digərindən əvvəl baş vermiş olur. Gəlin cümlə üzərində bunu öyrənək və elə birbaşa bağlayıcılar var. Mən onların üzərində sizlərə izah edim. Yenə də bayaqki tipli, indiki bitmiş zamanda istifadə etdiyim tipdə bir cümlə diqqətinizə çatdırmaq istəyirəm. Yazıram. I had done my task. Mən tapşırığımı etmişdim. İndi buraya yazıram when. Before. When anda əndə. Before. By the time. Before nədir? Əvvəl. When anda əndə. By the time. Vaxta qədər. My father came. Baxın, düstur cümlənin artıq birbaşa tərkibində formalaşdı. Düsturu yuxarıdan yazıram. When, before, by the time. İndi sizdən xahişim odur ki, cümləni ekran qarşısında artıq əyləşmisiniz də. Cümləni mənimlə bir yerdə sinxron olaraq gəlin tərcümə edək. Başlayaq. I had done my task when my father came. Mənim atam gələndə tapşırığımı etmişdim. Sizə bayaq nə dedim? Keçmiş bitmiş zamanda iki hadisə baş verir. Mənim tapşırığımı etməyim birdir, atamın da gəlməyi ikinci bir hadisədir. Amma biri digərindən əvvəl baş verir. Yəni mənim tapşırığımı etməyim keçmiş bitmiş zaman olur. Atamın gəlməyi isə daha sonra olur, keçmiş sadə zaman. Deməli, cümlədə when, before, by the time varsa, onlardan sonra past simple zaman işlənir. Onlardan əvvəl isə past perfect işlənəcək. Nə deməkdir past perfect? Past perfect keçmiş bitmiş zaman, past simple isə keçmiş sadə zaman deməkdir. Gördünüzmü? İki hadisə baş verdi. Birinci, mən ev tapşırığımı edib bitirmişdim. Daha sonra nə olmuşdu? Atam gəlmişdi. Birinci, belə deyək, ardıcıl tərcümə ilə gedək. I had done my task when my father came. Atam gələndə tapşırığımı etmişdim. I had done my task before my father came. Atam gəlməzdən əvvəl tapşırığımı nə eləmişdim? Etmişdim. I had done my task by the time my father came. Atam gələn vaxta qədər mən ev tapşırığımı etmişdim. Aydın oldu mu? Bax, bu cür yadınızda saxlasaz olduqca asan bir, belə deyək də, nüansdır. Hansı ki, bu üç bağlayıcı xüsusilə yadda saxlanılmalıdır. Diqqətli olaq. Daha sonra keçək növbəti səhifəyə zaman göstəriciləri haqqında danışaq. Keçmiş bitmiş zaman göstəriciləri yadınızda saxlayın. Əsas by söz önü ilə düzəlir. By nə deməkdir? Qədər mənasını ifadə edir. By. Bayaq dediyim kimi, by the time. By the time, buna yesterday də demək olar, yanında istifadə edə bilərik. Məsələn, sonra by 2 o'clock, saat 2-yə qədər, istənilən saat ola bilər. Bəzən abituriyentlər bir dəfə nümunəni 2 deyən kimi bütün saatları 2 ilə deməyə başlayırlar, amma ehtiyac yoxdur. İstənilən 24 saatdan birini istifadə edə bilərsiniz. Sonra by 2 o'clock, by Monday, bazar ertəsinə qədər aydın oldu. By the time yesterday, dünən falan vaxta qədər, dünənə qədər, belə deyək. By the time yesterday, bəli, dünən falan vaxta qədər. By 2 o'clock, saat 2-yə qədər ola bilər. By Monday isə bazar ertəsinə qədər. Belə deyək, qısaca by harda gördünüzsə, orada bilməlisiniz ki, artıq həmin cümlədə olan xəbər hansı ki, nöqtələrin yerində ola bilər, hansı ki, nöqtələr sizə təqdim edilir, amma xəbər verilmir. Xəbəri keçmiş, bitmiş zamanda istifadə etməlisiniz. Keçmiş, bitmiş zamanda həmçinin already, yəni artıq zaman zərfindən də istifadə edə bilərsiniz. Before, əvvəl,
Bu zaman zərfi də keçmiş, bitmiş zamanın əsas nə idi? Göstəriciləridir. Bu hissənin kifayət qədər aydın olduğunu düşünürəm. Deməli, indiki bitmiş zaman haqqında danışdıq, keçmiş bitmiş zaman haqqında danışdıq. Keçirik növbəti olaraq gələcək bitmiş zaman forması. Buna da deyirlər future perfect tense form. Olduqca asandır. TF yazıram, qısaca artıq tense form olduğunu siz də bilirsiniz. Gələcək bitmiş zaman necə düzəlir? Yəni, ənənəvi olaraq yenə də düsturla tanış olaq. Shall, will, plus, have, plus əsas feilin keçmiş zaman forması. Shall, will, have, plus participle. Əsas feilin nə olacaq? Keçmiş feili sifəti, belə deyək, bununla ifadə olunur. Gəlin bir cümlə yazaq. I shall have learned the poem. Mən şeiri neyniyəcəm? Öyrənəcəm. Mən şeiri öyrənib bitirmiş olacam. Baxın, bu cümləni deyəndə biz nəyə başa düşürük? Bitirmiş olacam. Demək, gələcəkdə hər hansısa bir konkret vaxta kimi mən şeiri öyrənib bitirmiş olacam. Yəni, elə by burada, by'dan istifadə edək. By, məsələn, deyək ki, 8 p.m. Məsələn. Axşam saat 8-ə kimi öyrənib bitirmiş olacaq. I shall have learned the poem by 8 p.m. Aydın oldu. Deməli, gələcəkdə müəyyən bir vaxta qədər edib bitirəcəyimiz işləri bildirmək üçün gələcək bitmiş zaman formasından istifadə olunur. Sual formasının düzəlməsi yenə də çox asandır. Shall will cümlənin önünə keçəcək. Məsələn, bizim cari cümləmizdə shall cümlədən I-dan önə keçir. Shall I have learned olur. Ardından artıq yazmıram. Shall I have learned? İnkar formasının düzəlməsi üçün isə shall-dən sonra not inkar hissəciyini artıracağım. I shall not have learned. Bu cür düzələcək. Bu da bizim gələcək bitmiş zaman formamız. İndi isə daha iki maraqlı zaman formamız var. Gəlin onların haqqında danışaq. Baxın, var sadə zaman formaları, var davam edici zaman, var bitmiş zaman. Bir də var davam edib bitmiş zamanlar. Bunlara nə deyilir? Bunlara perfect continuous tense forms deyilir. Bugün bunlar haqqında ətraflı məlumatı sizin diqqətinizə çatdıracağım. Baxın, present perfect continuous tense form. İndiki bitmiş, davam edici zaman forması. Yəni biraz belə deyək, bunu biraz uzun ola bilər, amma məzmunu olduqca asandır. Deyərdim ki, hər birindən daha asandır. İndiki bitmiş davam edici zaman forması necə düzəlir? Baxın bu cür. Yenə də hər feilin indiki zaman formaları olan have, has, üstəgəl been, üstəgəl feil, ing. Burada artıq birbaşa ing yazmam, P1 da deyə bilərik. Yəni participle one əsas feilin indiki zaman feili sifəti. İndiki bitib davam edici zamanın əsas xüsusiyyəti odur ki, burada hadisə keçmişdə başlayır. Deyə bilmərəm, 5 il əvvəl, 10 il əvvəl, 15 il əvvəl, yəni fərqi yoxdur. Hadisə keçmişdə başlayır. Bu günə qədər, bu ana, bu saniyəyə qədər həmin o hərəkət davam edir. Deyirəm ki, elə gəlin sizə aid olan bir söz yazaq, cümlə yazaq. I have been learning English for 11 years. I've been learning English for 11 years. Mən 11 ildir ki, ingilis dilini öyrənirəm. Deməli,
Görürsüz 11 ildir öyrənir. Nə keçmişdə başlayıb, 11 il əvvəl başlayıb, 11 il əvvəl vaxt 11 il vaxt keçib bu saniyəyə kimi həmin mənim ingilis dili öyrənməyim davam eləyir. Aydın oldu? Burada biz since sözündən də istifadə edə bilərik. Deməli, necə ki, indiki bitmiş zamanda for since-dən istifadə olunur. İndiki bitib davam edici zamanda da for since-dən nə edilir? İstifadə edilir. Aydın oldu? İndi keçək past perfect tense form. Bunun sual formasında artıq bilirsiniz. Yenə də have cümlənin əvvəlinə keçəcək sual formasında. İnkar formasında isə have və be'nin orta hissəsinə, not inkar hissəciyi artırılacaq. Gəlin indi baxaq past perfect continuous tense forma, yəni keçibmiş, bitmiş, davam edici zaman forması. Qısa yazıram. Necə düzəlir? Had, üstəgəl, been. Burada da verb P1, yəni ing vasitəsilə düzəlir. Burada da deyirəm ki, I had been learning English. Məsələn, burada isə keçmişdə yenə gördünüz. Baxın, cümlənin tərcüməni. I had been learning English. Keçmiş, bitmiş, davam edici. I had been learning English by the time I graduated. Mən məzun olana qədər ingilis dilini öyrənirdim. Gördünüzmü? Necə ki, biz bayaq dedik, keçmiş, bitmiş zamanda iki hadisə baş verir. Biri digərindən əvvəl baş verir. Burada da yenə eyni qaydadır. Keçmiş zamanda iki hadisə baş verir, sadəcə biri digərindən əvvəl baş verir. Nə vaxtsa başlayıb ingilis dilini öyrənib, ta ki hara kimi, hansı vaxta kimi, yəni məzun olana kimi ingilis dilini öyrənib. Sual formasının düzəldilməsi üçün yenə də had qarşıya keçir. Had I been learning English olacaq. İnkar formanın düzəldilməsi üçün isə nədən istifadə edirik? Haddən sonra cümlənin ortasına, hadin ortasına daha doğrusu, had və be'nin orta hissəsinə not inkar hissəciyini əlavə edirik. Deməli, artıq bu dərsimizdə bitmiş və bitmiş davam edici zaman formaları haqqında danışdıq. Ümidvarıq ki, artıq bundan sonra həmin mövzularda heç bir çətinlik çəkməyəcəksiniz. Amma əgər sualınız yaranarsa, sual yarandığı təqdirdə mütləq şəkildə bunu bizə rəy bölməsində ünvanlamağınızı sizdən xahiş edirik. Amma bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, əgər sadə zaman formaları və davam edici zaman formaları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, hansı ki bizim videomuzu izləməmisinizsə, onda zəhmət olmasa kanala daxil olun və əvvəlki videolarımızı izləyib, bəyənib, rəy yazmağı unutmayın. Hələlik.